Qazi Vüsal Səttarov. İkinci Qarabağ savaşı başlayanda Vüsal ali məktəbdə təhsil alırdı. Müharibə xəbərini eşidən kimi təhsilini yarımçıq qoyub cəbhəyə yollandı. Əslən Zaqatala rayonundan olan Səttarov Vüsal Ramizoğlu bölük komandiri idi. 2020-ci il oktyabrın 6-sında düşmən Vüsalgilin bölüyünü minamyot atəşinə tutur. Vüsal həmin günü belə xatırlayır. Müharibəni filmlərdə görmüşdük. Ani olaraq hər şey çox qorxulu gəldi. Vahiməli döyüş səhnələrini ilk dəfə canlı yaşayırdım. Zeynal, Vəfadar və mən eyni səngərdə idik. Görürdüm ki, ətrafa mərmilər düşür. Uşaqlar yaralanır, şəhid olurlar. Yaralıların iniltisi eşidilirdi. Səngərdən qışqırıb onlara səslənirdim. Cavab verən də olmurdu. Vəfadara dedim ki, səngərdən çıxaq, yaralıları maşınla hospitala daşıyaq. Bəlkə kimisə xilas edə bildik. Səngərdən çıxan kimi bizi də vurdular. Ayağımdan və qulağımdan yaralandım. Amma fikir vermədim. Biz avtomatların qundağındakı rezinləri çıxarıb yoldaşlarımızın yaralarını sarıyırdıq ki, qanaxma olmasın. Onları və şəhid olan dostlarımızı çiynimizə alıb maşınlara yığdıq və Horadizdəki hospitala apardıq. Sonra digər yoldaşlarımızı da çıxarmaq üçün geri qaydanda qəribə bir mənzərə ilə qarşılaşdıq. Hər tərəf düşmən cəsədləri və yaralıları ilə doluydu. Döyüş yoldaşları onları qoyub qaçmışdılar. Birdən sağdakı səngərdən inilti eşitdim. Yaxınlaşanda gördüm ki, Zeynaldı. Başından yaralanmışdı. Xeyli qan itirmişdi. Tez onu belimə götürüb maşına apardım. Sonradan eşitdik ki, 9 nəfər yaralımız sağalıb. Lakin Zeynalı xilas etmək mümkün olmayıb. Dostları Zeynalın ölümü ilə heç cür barışa bilmir, özlərini günahkar sayırdılar. Bəlkə biz gecikdik, vaxtında hospitala çatdırmadıq, deyə əzab çəkirdilər. Bir həftə sonra Cəbrayıl alındı. Vüsalgilə təbrik zəngi gəldi. Bu zəng Vüsalı bəlkə də geri alınan torpaqlar qədər sevindirdi. Zəng edən Zeynaldı. Sən demə, onun ölüm xəbəri yalanmış. 44 günlük vətən müharibəsi bizim xalqın əzmini, birliyini ortaya qoydu. Vüsal kimi oğullarımız öz yaralı yoldaşlarının həyatlarını canları bahasına xilas etdilər. Şəhidlərimizi döyüş meydanında qoymadılar. Öz əməlləri və qəhrəmanlıqları ilə şanlı tarix yazdılar.